Dostlar, 3-cü mövsümün 1-ci podkastında hər birinizi salamlayıram. Günün hansı saatında bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Hər şey şunasa xoş gəldiniz. Bu gün 3-cü mövsümü başlayırıq və 3-cü mövsümə təşəkkürlərimlə başlamaq istəyirəm. Dostlar, hər şey şunasın kamera önündə gördüyünüz qəhrəmanı mənəm. Amma bir də kamera arxasında bir qəhrəmanımız var ki, əgər o olmasaydı hər şey şunasın nə 1-ci, nə 2-ci, nə 3-cü mövsümü olmazdı. Əziz dostum Mete, mən Mete üçün bir alqış istəyirəm. Çünki hər şey şunasın kamera arxasındakı qəhrəmanıdır. 2 sezondur bizlə çiyin-çiyinə çalışan operatorumuz Elşad. Çox təşəkkür eləmək istəyirəm. Sonra bizim mətbuat katibimiz, möhtəşəm insan, məni möhtəşəm motivasiyalarıyla ruhlandıran Sərvər, dizaynerimiz Leyla, bütün kontentlərimizin rənglərindən məsuliyyət daşıyan Vüsal, hər birinizə uşaqlar təşəkkür edirəm. Siz olmasaydınız hər şey şünas olmazdı və biz başlayaq. Dostlar, 2 gecədir yatmıram. Çünki üzərimdə ağır bir məsuliyyət hiss edirəm. Bugün qonağım bəşəri bir insandır, dahi bir sənətkardır. Bugünkü qonağım Respublikanın xalq artisti Alim Qasımov. Uşaqlar, real alqış istəyirəm o bir dəfə. Çox sağ olun. Xoş gəlmisiniz. Necəsiz Alim müəllim? Yaxşıyam və gözəl bir əhval-ruhiyyədə gördüm və məni qarşıladınız və bu yerin də gözəl bir aurasını hiss elədim mən və əlbəttə o çox mühümdür. Vacibdir əlbəttə. Vacibdir və sənin də kollektivin və sənin işin, gücün, aurunda müsbət mən qəbul elədim. İnşallah mənə elə gəlir ki, insanlara bir xeyir verən, mənəvi və nəsə bir dayaq kimi bizim söhbətimizdən nəsə versək, biz özümüzü xoşvaxt hesab edəcəyik. İnşallah. Əminəm ki, çox uğurlu alınacaq müsahibəmiz. Alim müəllim, mən musiqiçi deyiləm, amma sizlə olan söhbətimə bu aspektdən baxacağam ki, qarşımda bəşəri bir insan var, dahi bir sənətkar var və mən dahi sənətkarın təcrübələrindən, xarakterindən öz həyatıma nəyi proyeksiyalaya bilərəm aspektindən yanaşacağam müsahibəmizə. Demək, siz muğama, aranjmanı gətirməklə ən böyük töhfələrdən birini vermisiniz. Alim Qasımov imzası ilə. Amma Alim müəllim, hardan baxsan bu yenilikdir və yenilik cəmiyyətdə bir mənalı qarşılanmama riskini hər zaman daşıyır. Mənim valideynlərimlə söhbət etdiyim zaman ki, qonağım Alim Qasımov olacaq, onlar da bildirdilər ki, o vaxt bir mənalı qarşılanmırdı. Alim müəllimi qınayanlar da var idi. Alim müəllim, muğam kimi kökləri dərinlərdə olan bir sənətə yenilik gətirməyin kökündə nəyə dayanır? Bu yenilikdir, yenilikçilikdir, ya sənətdə olmalı olan zərurətdir? Nədir bu? Bütün sözləri özün deyib, özün də cavab verirsən. Amma bir də sizdən eşitmək istəyirəm. Yaxşı eləyirsən. Hər şey şunasan. Amma təzə sözdür. Birinci dəfə də eşitdim. Bəyəndiniz? Çox xoşuma da gəldi və bəlkə də mən də onlanam. Və ümumiyyətlə bu yaradıcı insanlar hər sahədə mənə elə gəlir ki, öz yerində duran adamlar deyilər. Yəni bacardığı qədər heç olmasa öz gündə oturduğu yeri dəyişməlidir və yaxud axır bir nəsə eləməlidir. Ona görə birinci doğrudan da o söz gözəldir ki, bu muğam illərlə gələn bir, uzun illərlə gələn bir yoldur. Onu da bizim ustadlarımız öyrədib bizə və adamın ağlına da gəlmir ki, orada bir dənə nəsə bir yenilik eləsin. Orada yenilik demək olar ki, yoxdur. Amma ifa tərzi, insanın öz aurası ki, o muğamla birləşəndə o təzələşir. Mən deyirəm ki, həmişə muğam bu muzey deyil. Onu toz bassın, qalsın orada. Bu muğam tariximiz olsa da bu hərəkət edən bir tarixdir. Ona görə bu tarixi hərəkətə gətirmək üçün ona, yəni eşq, ona bir sənətkarın, bir musiqiçinin və yaradıcının bir
öz töhfəsi olmalıdır və onu öz daxilindən keçirtməlidir. Ona görə onu onunla dostlaşandan sonra əlbəttə illər keçdi. İllər keçdi, bu yavaş-yavaş özümü tanımağa başladım bu sənətdə və özümün çox qəddar dinləyicisi oldum və heç ola bilsin ki, mənə elə diqqət yetirmirdilər ki, mən onu özümdən tələb eləyirdim. O da mənim üçün çox ağır bir yol idi. Çox ağır. Mən öz-özümə deyirəm ki, rahat oxuyub, Hamı kimi oxuyub və sənə də əziyyət verməsinlər, özün də əziyyətə düşmə. Amma mən özümlə həmişə müharibədə olmuşam. Bu da mənə çox zülmlər gətirsə də, amma çoxlu şərəflər gətirib. Çünki mən ancaq öz tamaşaçım olaraq özümdən o qədər tələbat olmuşam özümə qarşı ki, ona görə indi gəlib bu məqama çıxmışıq. Ona görə burada hər sənətkarın mənə elə gəlir təkrar olmasın deyə, hər sənətkarın öz iç aləmi, öz daxili aləmi, öz Allahdan gələn bir balaca qığılcım da olmalıdır. O, yəni çox çalışmaqlar olur sənətdə. Sənətdə də öz sözünü deyə bilir. Amma bir balaca Allahın bir istəyi olanda o sənətkarda, o birisi sənətkarlardan seçilə bilir. Ona görə bunlar yağın ki məndə varmış və mən də sinə gərdiniz o mən də tənqidlərə. yağın bu işlərdə çox çalışmışam və özümə çox təsirlər eləmişəm. Toylarda məni məsələn yersiz çox oxudular istədikdən əlbəttə. Çox oxudular, məndə elə yerlər olurdu ki, mən ağlaya-ağlaya oxuyurdum onu. Öz oxumağıma ağlayırdım. Sonra çox vaxt özümü zabit edirdim, yazırdım səs yazımı və toydan sonra onu həm toydan evə gələnə qədər qulaq asırdım. Sonra gəlirdim evə, yoldaşım da bir gün Gülbari fason bişirirdi. Bir də o ilə qulaq asıb ağlayırdım. O da çox gözəl bir dinləyicidir. O deyərəm sənə ki, o da bu sənətdə mənə çox kömək eləyənlərdən biridir. Və bu halla mən özümdən başladım bu halı, bu eşqi, bu improvizasiyanı mən özümdən başladım öyrənməyə. Özümdən çox şeylər öyrənmişəm. Ali müəllim, bax hər şey gözəl, bəli, eşq, insanın özündən öyrənməyə, amma bu romantik səslənir. Sizə elə gəlmirmi işin içində sizin musiqi siyasətiniz də olub? Məsələn, muğam dinləyicisini gənc nəslə çevirmək, genişlətmək. Onu məni bu Allah can sağlasın, Vaqif Qərəzadə incəsənətdə oxuyurdum onda. Yəni orada məni təklif elədi. Mən də oxudum, o ritmləri də tuta bilmirdim mən. O pəncərənin arxasından mənə deyirdi, gir ora. Mən elə gözümü yumub girirdim, düşmədim. Nəysə o vaxtda indiki texnika yox idi. Bir təhər oxutdurdu məni və çox danladılar. Yolda tuturdular, o nədir, bu nədir, sən nə oxursan, sən. Bu sizi demotivasiya eləmirdi, həvəsdən salmırdı bu sizi, hamının bu qədər üstünüzə gəlməyi. Poyuz getmişdi. Poyuz getmişdi. Amma sonra gördüm ki, o çox gənc nəsillərə məni tanıtdı. Və gənc nəsillər başladılar muğamata qulaq asmağa. Və bu muğamdan uzaq olan insanlar başladılar muğamata qulaq asmağa. Bax, həmin o mahnılarla. Onda ilk addımı Vaqif Qərayzadə atıb, düzdür? Demək olar ki, Vaqif Qərayzadə burada elə bir ki, bu sənətdə bir inqilab elədi ki, mənim sənətimdə o deyək biraz nətər deyirlər, o belə inciməsinlər, belə rus təbiətli insanlar çoxsu qulaq asdı buna. Və mən ruslar çoxsu yolda saxlayır ki, kak tıpayoş, sən necə oxuyursan, bizim tüklərimiz biz olur, belə falan. Yəni bu bir qapı açdı ki, o nəsildə, cavan nəsildə və muğama qulaq asmayan nəsildə bura qulaq assın. Bu çox, evdə də narazılıq oldu, orada, burada, amma bu narazılığın axırı çox yaxşı məqama gəldi, çatdı. Ondan sonra da elə cavanlar mənə deyirlər, mən mahnı oxumuşam, bir ağız üstündə oxuyub, bir ağız ortada oxuyub. Mən də elə görürəm, biraz mahnı normaldır, gəlib oxuyuram. Ki, oxumaq da Allah verib, mən də oxuyuram. Və nəvə.
Yəni sizi heç bir şey, çünki siz də bilirsiniz nə görürəm. Yəni mən müsahibəyə hazırlaşanda, sizi araşdıranda dediyindən dönməmə, əqidəsindən dönməmə var. Bunu daxilən nə sizi həvəsləndirir ki, neqativ fikirlər sizi demotivasiya eləmir? Axırı belə məqama gəldi ki, mən demək ancaq özümün eşqim, həvəsim nə gəlirsə, onu ifa edirəm konsertdə və o cavan uşaqlarla oxumaq, birləşiklər. Onu mən oxuyandan sonra artıq mənim içimdən gəlibsə, mən deyirəm ki, öz-özümə deyirəm ki, o səhv ola bilməz. Yəni bu səhv deyil, bu bir insanın içindən, daxilindən, mənəviyyatından gələn bir musiqidir və yaradıcılıqdır. Bu haçansa öz yerini tutacaq və Allaha şükür ki, çox yaxşı da tutub. Hər şey öz yerindədir. Və indi hərdən bir dənə o danışanlar ki var, bilməyib danışanlar ayrı məsələ. Onları mən bağışlayıram. Amma bilərəkdən danışanlar, yəni onların inşallah ki, onlar da öz-özlərinə bir deyər ki, lazım deyil. Çünki bir də paxıllıq bizdə Bəli, bəli. orada hər insanda yaradıcılıqlarda da çoxdur. Bu nə eləyir, bu nə eləyir, bu nə eləyir. O deyilməlidir. Çünki mən onlarda o paxıllıqdan yox, o bilmədən deyənləri mən onları qınamıram. Bəli, Çünki bilmirlər, bəli. bir doğrudan da məsəl üçün mən indi bu sahədə buracan gəlib çıxmışam. İndi məndən sonra inşallah yaxşı bir cavanlar gələcək, xanəndələr gələcək. Onlar məndən sonra nəsə eləsələr, mən də qısqanacağam. Deyəcəm, buna bax, belə şey olar. Amma olar. Olar. Amma mən də deyinəcəm. Çünki bir dəfə Fərqanə ilə hansı konsertdə idiksə, xaricdə. Mən nömrəmi oxudum, qurtardım. Sonra Fərqanə xanım oxudu. Fərqanə xanım doğrudan belə maraqlı bir şeylər oxudu. Mən öz-özümə dedim ki, bu nə qarır? Yəni mən elədiyimi yox, özünə məxsus elədi. Çıxandan sonra dedim, o nə idi? Danladım onu. Sonra öz-özümə dedim ki, sən kimin qızıdır? Korladım işləri. Yəni ki, bu qısqanclıq, sənət qısqanclığı istə olmalıdır. Sizcə o danlamaq qısqanclıqdan irəli gəlirdi? Yox. Danlamaq yəni ki, məsələn, mənim damda danışanlar ola bilsə çoxsu məni sevərəkdən deyib. Sevərəkdən deyib ki, sən gül kimi oxuyursan da, sənin orada nə işin var? Amma o məndən asılı deyil. Mənə bir dənə bir eşq gəlir. Onu mən daha artıq saxlaya bilmərəm. Saxlasam da yəni pis olaram. Ona görə o eşq gələndə eləyirəm. Və bir dəfə lap təzə öyrənəndə Axan müəllim Allah rəhmət eləsin. Elxan müəllim sağdır, Tarsan cavandır, sağdır Allaha şükür. Ustaddılar, onlar muğamatı çox gözəl bilirlər. Bir dəfə təsadüf mən Axan müəllim təzə tələbə olanda məni yanına aparırdı oxumağa. Birdən mən Suraxanda toyda idik. Birdən mən tələbə kimi də bir Padişah oxudum. Elə tam dəstgah kimi yox da bir oxudum beləcə. O qəzəl öyrənmişdim. Bir zaman mən də əsiri rəhmeyxanə idim, həvəsi badə ilə öylə ki məstanə idim. Bunu Padişahın mayəsində oxudum. Birdən elə bir cavanam da, darıxma tutdu. Oradan çıxdım bir dənə zilə çıxan kimi gördüm Elxan müəllim, Axan müəllim Elxana baxdı ki, bu nə idi? Neynədir bu? Bu dərslikdə mən keçməmişəm, bu uşaq hardan çıxartdı bu səsi? O kimi hiss elədim ki, bu amma mənə çox ləzzət verdi. Elə bir içimin belə yığılmış, belə hirsiz adı tulladım orada. Ondan sonra yavaş-yavaş toylarda, tədbirlərdə zətlər yavaş-yavaş çıxdı. Bir dəfə də bu zonada elə bir tələbələr getmişdi ora. Rəhmətli Nəriman müəllim də orada idi. Demək, hamı oxudu, mən də bir Mürcə Hüseyn oxudum. Mürcə Hüseyn oxuyanda məndə bir başqa cür sevgi halındı. Özüm də hiss etdim ki, məndə belə bir eşq gəldi, fərqlilik gəldi. Cəmaatda da bir dənə təlatüm yarandı. Elə ondan sonra səhərsi bəni orada toya çağırdılar. Yəni ki, xanəndə kimi yox, elə belə qonaq kimi. Yəni ki, bu işdən gələn bir şey qondurma olmur. Yəni yamaq olmur. Anladım. Amma işdən gəlməyən şey, fikirlə gələn şey yamaq olur. Ona görə daxildən gələn sənət həmişə mənə gəlir, tarixə düşəcək, gələcək sənətkarlara bir örnək olacaq. Amma düşünüb zəhmətlə olunan improvizasiya, zəhmətlə gələn eşq o yamaq olacaq həmişə. O
ani improvizasiyaya görə Ağaxan müəllim sizi danlamamışdı? Demədilər heç nə. Hə? Heç nə demədilər, amma bir-birinə çox belə intric, belə yaxşı çıxdı. Demək axı. ki, bəyəniblər. Dadlı çıxdı da, amma adam Allaha var, çox yaxşı. Yəni bir o danışıram, yadımda deyil nə eləmişəm, amma hiss edirəm ki, o içimdə o eşq hələ də qalıb. Çox maraqlı bir şey. Əslində çox ciddi mesaj verirsiniz ya Ali müəllim. İnsanın özünü tanımağı ilə bağlı. İnsan özünə nə qədər hakim olmalıdır ki, ətrafı nəzərə almasın, daxilindəki o səsə diqqətlə qulaq assın və həyatını davam eləsin. Əslində anlayanlar olsa çox ciddi mesaj verirsiniz. Ali müəllim, heç kimə sir deyil ki, sizin yaradandan gələn bir fitri istedadınız var. Mənim pəncərəmdən baxanda mənə görə fitri istedad hər şey demək deyil. Çünki o qədər fitri istedadı olan insanlar var ki, Alim Qasımov ola bilmirlər. Mən qəzəlləri əzbərləməsəm, mahnıları, təsvirləri öyrənməsəm, fitri istedadım var. Yəni onu demək istəyirəm. Oxuyacaqsan, nə olsun? Sizcə fitri istedad və xarakterdən doğan çalışqanlıq Alim Qasımova görə hansı faiz nisbətində olmalıdır ki, ortaya Alim Qasımov kimi hadisə çıxsın? Yəni bu faiz nisbəti nədir? Biz gənclərə nəyə ötürək? Bəli, istedad var. Qalanını nə tamamlamalıdır? Gənclərə hələ fitri istedadı olub olmamağını bu Allahın qismətidir. Amma gənclərə gecə-gündüz mütaliə, gecə-gündüz qəzəl əzbərləmək, şeir əzbərləmək, mahnı öyrənmək. Öz üzərində işləmək. Öz üzərində işləmək gecə-gündüz. Çünki bu beləncik. Və bunun bir şəkildə günün sonunda mükafatı olur. Allah Teala o əziyyəti, hər bir insana o çəkdiyi əziyyəti artırlamasını verir. Bəs sizcə yaradıcı insanın ruhu azaddır? Azad ruh nə deməkdir sizə görə? Mən elə demək olar ki, bir dənə sənətdə azadam. Çünki o azadlığı səhnədə yaranandan sonra orada o yaradıcılıqla ki, mən qaynayıb qarışıram. Həm musiqiçilərin halını görürəm ki, artıq o gəldikləri kimi döyür. Və mən də görürəm ki, mən də yerdə döyürəm. Düzdür, ayaqlarım yerdədir, amma mənəviyyat cəhətdən, ruh cəhətdən mən yerdə döyürəm. Bir neçə vaxt keçir, çox gözəl bir şey olanda, bir neçə gün hələ orada ola bilirəm, oluram daha doğrusu. Və elə bir dinləyicilər də var, tamaşaçılar da var ki, bizi sən apardın göyə, ulduzlara, Allahı tanıyan deyir, Allahın yanına, biridir, gəzirdin meşələrdə. Meditasiya kimi. Bir dəfə bir şey, demək, ən birinci təzə Dom Aktyor'da konsert verdim. Deyəsən, mənim birinci konsertim idi. Orada həmişə o aktyorun şeyi yadından çıxıb, adı yadından çıxıb, Allah ruhunu şad eləsin. Orada o aktyor da gəlmişdi və rəhmətlik operada işləyirdi xanım. O da gəlmişdi. Bir neçə adamlar gəlmişdi, bir belə tanınmış adamlar. Nəsə hərəsi çıxdı, bir söz dedi. O aktyor da çıxdı. Neydi ona? Neysə. O aktyor da çıxdı, dedi ki, alim bugün çoban oldu və bizi apardı bu gözəl meşələrdə, gözəl otlaqlarda otardı gətirdi. Hələ təzə başlamışam, hələ birinci konsert idi. Yəni, onu deyənlər xaricilər də çox olub, ağlayanlar da çox olub və bir jurnalist gəlmişdi, Muğam mərkəzində bir konsert vardı Fərqanə xanımla. Dedim ki, elə sən də gəl konsertə, səhərsi də biz gedib intervyu götürməlidir dəniz qırağında. Nəysə, o şimdi konsertdə doğrudan da bilməm nəsə içdim, bilməm nə oldusa, səs demək olar ki, yox oldu. Fərqanəyə baxdım, dedim, hə, belə elədim, hə, o zaman mən də yola verdik. Sonra səhərsi getdik ona intervyu eləməyə, dənizin qırağında gəzirdim ki, sən bilirsən ki, orada mənim səsim itdi birdən-birə. Deyir ki, heç mən sənin səsini eşitmədim. Onu bildim ki, deyir, sən səhnəyə gələndə, elə bir orada cəmaata üstünə bir dənə nəsə bir aura getdi. Mən artıq orada, ondan başqa mən orada heç şey bilmədim. Yəni ki, beləçi şeylər var. Ali müəllim, musiqi bəşəri dil ola bilər, hansı ki, dini yoxdur, irqi yoxdur. Belə musiqi bəşəri dildir. Yəni biz də xarici musiqilərə qulaq asıb valeh oluruq. Onlar da bizim
şərq musiqisinə, tək biz deyil şərq musiqisində, bütün şərq musiqisində onlar hamısı qulaq asırlar, mənəvi bir qida alırlar və ağlayırlar və bizi kimi türkləri bizləşir. Elə insanda elə bir cəhətlər var ki, eynidir. İstəyirsən dünyanın harasında olursan ol, ağlamaqdır, Eynən. gülməkdir, sevincdir. Bu Necəsə hiss mənəvi etdirir, onlar bəli. o hisslər hamısı Allaha şükür onlar dilə çevrilmir. Onlar hamısı insanlarda eynidir. Müəllim müəllim deyirsiniz, məsələn, konsertdə eləsi var dedi, mən Allahın yanına qalxdım, eləsi var dedi ki, mən başqa dünyaya getdim. Bu sanki ibadət kimidir, meditasiya kimidir. Bəli, burası müzakirə olunmazdı. Çoxsu mənə gəlib deyir, sözü keçirəm, tez-tez keçirəm ki, yadıma çıxar. Çoxsu gəlib deyir, sən sufisən, sən dərvişsən. Deyirəm, mən sufi də deyirəm, dərviş də deyirəm. Çünki oturan yerdə belə bəli, özüm üçün belə eləyirəm ki, enerji yığıram da, belə eləyirəm, rahatlaşıram. Onda da səs də biraz rahat gəlir. Yox, belə ki, otursam, mənə gəlir ki, oxuya bilmərəm. Anladım. Hə. Yəni ki, deyirəm ki, sonra deyir, sözlər nədir, ilahi sözlər. Deyirəm, yox, sözlər, sadə sözlər, ay qız, kimin qızısan. Burada ilahi sözlər yoxdur. Amma mən deyirəm, onu elə bir içimdən elə keçirdirəm ki, o sözləri başa düşməyən tamaşaçı elə ki, mən Allahla danışıram. Allaha ibadət edirəm. Onlara Bəlkə də elə musiqinin enerjisi də onu Enerjisi. enerjisi də verir. Bəs Alim müəllim, sizə elə gəlmirmi ki, yaradıcı insan bu kimi, sizin kimi yaradıcı insan öz sənətində Allahın yaradıcı enerjisini dadır? Çünki nə də olsa siz də musiqi yaradırsınız axı. Və orada Yəni mən insanları deyirəm bir şəkildə ki, əhvala mən deyirəm salırsınız. ki, yəni şairə söz gəlir və ümumiyyətlə yaradıcı adamlara öz yaradıcılığına nəsə gəlir. Amma mən deyirəm ki, mənə də yəni Allah tərəfindən bu oxuyanda o rahatlıq Allahdan gəlir və mən orada rahat üzürəm, rahat istirahət edirəm, rahat o saat yarımı, bir saatı bilməm nə, o nə qədər keçirir. Orada mən o rahatlığı hiss edirəm. Sonra qulaq asanda deyirəm, əhsən, sağ ol. Bu biraz da belə edin. Onda beyin sıfırlanır həmin an. Ki sizin yadınızda qalmır da, siz sonra ona baxırsınız. Yəni bu necə bir əhvaldır? Yaradanla əlaqə. Yadımda qalmır mən nə elədim, amma qulaq asanda görürəm ki, bu başqa cür oxuyur, bu doğrudan eşqlə oxuyur, bu işdən gəldi, bu yola verdi. Yola vermək az olur məndə, çünki özümdən asılı olmayaraq ola bilsin. Amma qalanın mən hamısı, yəni ölürəm, sonra məni dirildirlər. Çünki ölməsən, elə diri qalacaqsan. Amma sənətdə mənə elə gəlir ki, ölürsən, sonra dirilirsən. Həmin an gözünüz tamaşaçıları görür, yoxsa o dünyada tək olursunuz? Tamaşasını görsəm mən heç baxsam heç oxuya bilmərəm. Belə qarandıq bir fon yaradıram özümdə ki, tamaşaçı görmür. Çünki tamaşasını görsəm, bu başqa aləmdədir. Mən oradakı bütün tellərimi dadım, informasiyam hamısı qırılar. Amma sənətkarlar var, salam əleykum, xoş gəlmisən. Hamısını görür. Amma siz görmürsünüz. O yaratmaq olmaz. Orada yaradıcılıqda o improvizasiya olar. O öyrənmiş şeyi təkrar etmək olar. Onunla heç vaxt gəlməz. Elə adamlar da var ki, yanında oturar. Fərqana ilə olanda mən ondan hiss edirəm ki, ondan cezm oluram, eşq eləyirəm. Elə adamlar var məsələn, amma baxmıram. Amma təxmin hiss edirəm ki, belə öz musiqiçilərimdən hiss edirəm, onlardan eşq alıram. Yəni amma tamaşaçıya baxmaq sənətkarda çox maraqlı əhvaldır. Bir dəfə demək Hacı Baba Hüseynov rəhmətliyin Allah ruhunu şad etsin, xəstə idi. Bu bahalı doktorxana var yuxarıda. Doktorxana. Nədir onun adı? Balnisa var. Harda? Böyük adamlar gedir yuxarıda. Televiziya ASTV-nin yuxarısında. Nə deyirlər ona? ASTV medikal. Yox. Gömrük? Yox, yuxarıda o Şəhidlər Xiyabanının yanında. Mərkəzi klinika. Hə, mərkəzi. Hə, orada yatırdı. Getdim biraz söhbət zat, başım biraz qəzəl-məzəl. Dayandı, üzü doldu. Bir qəzəl cümcüm elədi. İmkan varsa mən də onu qəzəl cümcüm eləyim. Bizim üçün şərəf olar. Şərəfdir bizim üçün.
Dil ki ser menzil yol, dil ki ser menzil yol, zülfü perişan olmuş. Ne ola ya cürmü ki asılmasına ya ferman olmuş. Şah sen mülk melahette, sana kullar çok. Bir yoldur ki varım Mısır'da sultan olmuş. Rahmeti başigini Həşr günü yakmayalar ki bu dünyada esiri gəm-i hicran olmuş. Dediler gəm gedirər badə, çok içtim sensiz, gemi hicrana müfit olmadı yolgan olmuş. Bağbani çemeni dehre hayali deheni, sebebi terbiyeti gönçe-i xendan olmuş. Ey Füzuli, mənim əhvalıma bir vaqif yox. Öyle ki aləm onun hüsnüne heyran olmuş. Ali müəllim, Allah sizə can sağlığı versin. Cümləmizə. Var olasınız. Hə, rəhmətli bu qəzəl oxudu. Oxuyaq xəstə idi, amma sonra bildim o qəzəli, yəni Allaha üzün tutdu, oxudu bunu. O da indi qəzəllərin çox mənasını bilmirəm, amma yəni ilahi bir qəzəliyyətdir, Füzulinin qəzəldir. Hacı baba bu qəzəl oxudu. Var olun. Allah ruhunu şad etsin. Belə bir sual vermək istəyirəm. İndi musiqimizdə bayağılaşma var. Hamı da bundan şikayət eləyir. Musiqiçisindən tutmuş, izləyicisinə qədər Ali müəllim. Bəli. Muğam dünyasında da var. Şikayət eləyirlər ki, Füzuli kimi bəşəri mövzulara müraciət edənlər azdır. Daha çox məişət mövzularında muğamlara müraciət eləyirlər. Ata, ana mövzuları kimi. Və sizcə bunun bu cür bayağılığın səbəbkarı kimdir? Cəmiyyətdirmi? Yəni bu cəmiyyətin tələbatıdırmı? Bu musiqiçilərin indiki dövrdə musiqiçilərin bizə istehsal elədiyi bəhanədirmi? Sizcə təqsirkar kimdir? Həm burada musiqiçi təqsirkardır. Elə həm də musiqiçilər təqsirkardır. Çünki bu yol ki var, bu əsl sənət yolu, bu biraz əzablıdır. Çünki mən bunu oxudum, bu qəzəlin çoxsunu beytim mən xırdalaya bilmərəm və nə deyir bilmirəm. Onun halını oxuyuram mən. Ona görə onu hər xanəndə onu izahın verə bilməz və bu cürünə də onu cəmaata çatdıra bilməz. Amma sadə bir şeydir ki, atanın qədrini bir geçdi dolarsan bir atan, bunu hamı başa düşür. Özünü qocaltdın, böyütdün məni, halal zəhmətinə, qurban amana, hamı başa düşür. Məişət mövzusu. Artıq burada rahatlıq bir həm oxuyan üçün yarandı, həm tamaşaçı üçün. Amma tamaşaçının qulağı zövq aldı. O mənəvi cəhətdən qalxa bilməz.
qulağı zövq aldı, biraz lap ağır edə bilər, nə edə bilər. Amma bu sənət mən də oxumuşam, atadan, anadan oxumuşam, deyiblər oxumuşam. Amma bu sənətin yüngüllüyünü aparır. Mənə elə gəlir. O sənətkarlar ki, bununla rahat pul qazanırlarsa, Bəli, bəli. artıq da ona nəyin lazım ki, o ağır yükün altında girsin. Qəzəl Orada əzbərləsin. qəzəl öyrənsin, qəzəl əzbərləsin və səsin o qəzəli oxuyanda da səs artıq o ata qəzəlindəki səsləri işlətməyəcək. Orada başqa səslər var. Çünki əhvalı çatdırır, düzdür? Orada başqa səslər, onun demək olar ki, ciyərdən, ürəkdən eləməlidir ki, o qəzəllər gəlsin, cəmaət zövq alsın onu. Ona görə ümumiyyətlə sadə söz bu dəqiqə mən o vaxtı bir cavanlıqda durub önümdə yenə gül camalı sevgilimin gəzir başımda dəmadəm xəyalı sevgilim. Bir mod düşdü bu. Yəni sadə qəzəldir. Belə hamıda çox xoşlayır. Hamı toyda o zakaz verirdi. Bilirsən bu sadəlik elə bir sənətkar sadəliyi verəndə elə bir ki, ancaq tamaşaçılar üçün oxuyur. Amma özü üçün oxumur. Mən orada özüm çox... Amma belə bir qəzəllər olanda o təxmin mənim özüm üçündür. Özüm üçündən sonra tamaşaçılara onu təqdim eləyirəm. Buranın fərqləri var. Məsələn, bir sözlərdir, məsələn, yüngül sözlərdir. O sözlərinin yerlərini dəyişdirirlər, yenə oxuyurlar, dəyişdirirlər, oxuyurlar. Toyda da hamı o sözləri oxuyur, əzbərləyib. Ona görə bu məsələ çox mənəviyyat cəhətdən əvvəllər insanlar çağırılmayan toya gedirdilər ki, biz sənətkarlara qulaq asaq. İndi çağırılan toya ərinirlər, tənbəllik edirlər və musiqi səsi gələn kimi hamı çıxır fayədə dayanır ki, qulağın batmasın. Bu mənəviyyat bu dəqiqə nə toyda, nə çox düşüb bizdə musiqi baxımından. Amma cəmaət də pulun qazanır. Biz elə deyinək, o nə dəxli var ki? Pul ayrı bir şeydir, amma sənət ayrı şeydir. Amma hərdən deyirlər ki, neynimə mənim oğlumla, gəlinimlə mən bəy istədi. Deyirəm, mən yaxşı bəy gəlin istədi, tutalım 2-3 dənə modunu oxuyanlar var da, məsələn, rahat sözləri oxuyan. Onları çağırdım. Və sən də öz mənəviyyatına görə 15 dəqiqədə xanəndə çağır, 15 dəqiqədə onlar məcbur olsun sənin zövqə qulaq asınlar. Elə onlar qulaq asana nə gedirsə, sən də çağır da. Heç bir toyunda bir tarkimatça 15 dəqiqə oxusun da. Ödə canlı oxusun. Hələ axır vaxtlar hamı içibən qarşı gedir fonoqram oxuyuruq. Pulumuzu qazanıb qoyuruq üçün bizə. Adam biraz mənəviyyat geri planda qalır. Sizcə bu qəzəllərə müraciət etməməklərinin səbəbi onların da hələ mənəvi dünyasını tam inkişaf etməməsindən irəli gəlmir? Axı bu qəzəli bəli, anlamaya bilərik, amma mənəvi dünyamız o qədər inkişaf eləyir ki, o halı anlarıq. Bəlkə onlar o qədər inkişaf eləməyib. Yox, hamısı eləyib. Prosta Fatih onu gözəl təqdim eləsə, məsələn, Hacı Baba Hüseynov elə bir çətin qəzəllər oxuyurdu ki, o qəzəl mod düşürdü, mahnı kimi. Ödə onun məsələsini mən qulaq asanda televizorda bir qəzəl də eşitməmişəm və Hacı Baba Hüseynov onu xırdalayıb oxuyub. Və onu mən tez bir zamanda əzbərləyə bilirdim. Çünki o qəzəlin oxumaq qabiliyyəti, oxumaq deyilişi zadı o da çox böyük bir mühümdür. Ona ustalıq istəyir. Ona görə vallah bu belə bir şeydir ki, ümumiyyətlə bu mənə gəlir dövr qədimdən belədir ki, Allah bütün dahilərimizin ruhunu şad eləsin. O dahilər öz dövründə heç vaxt əldən ələ gəlməyib, hamı ona qulaq asmayıb ki. Elə belə olub da. Çünki brilyant qaşın üstündə gedir də. Brilyantı da hər adam ala bilmir. Bu muğam da brilyantdır. Onu hər adam zövq ala bilmir, dərk eləyə bilmir. Bu beləncikdir. Sizin bu podkastda gəlişinizdə bir nəfərin çox böyük əməyi olub, Tamila xanımın. Ona buradan sevgilərimi göndərirəm Tamila xanıma. Səbrlə bizi dinləyirdi. Siz səhv etmirəmsə Kanadaya getmişdiniz. Və sizin mən araşdıranda müsahibələrinizin birində də jurnalist xanım Tamila xanımla bəhs etdi. Və mən baxdım ki, Tamila xanım sizin yaradıcılığınızda və karyeranızda mərkəzdə dominant enerjiyə sahibdir. Və elə adamlar da var, ay alim müəllim, deyir ki, bir kobud səsləndirirlər. Deyir ki, arvad nə bilir iş nədir, arvad nə bilir mənim işimə qarışma nədir. Sizcə onda dahi sənətkarın pəncərəsindən baxanda hər uğurlu kişinin arxasında bir qadın dayanır cümləsinin gerçəklik payı var? Var. Çünki
Hamilə xanım doğrudan hərdən birdən belə öyle olur da söhbət Hı hı. olanda deyirəm çox özünə belə arxalanma, özündən demə. Çünki səni Allah göndərib bizim evimizə. Mənimlə bir ailə qurmağa səni Allah göndərib mənə köməkçi. Çünki bu işdə hətta ASFL-ə girməyimin də səbəbkarı onlar olub. Allah onların ruhunu şad etsin. Qaynanam Həlimə və böyük sənətkarımız Siyavuş Aslan. Mənim bu sənətə daxil olmağımı ASFL-ə onların köməyi olub. Və sənətdə də ki, bu qəzəl öyrənməkdir. Biz ikisimiz bir yerdə oxumuşuq 8-ci sinifə qədər. O 5-4 alırdı, mən 2 alırdım. Ona görə heç mən başa elə zümzümə eləyirdim, zümzümə elə baxırdılar mənə, amma sevgi zad mənə qarşı mənə elə gəlir ki, belə heç olmayım, bazı arıq uşaq idim. Amma mənim içimdə çox sevgi var idi. Hamıya Hamilə vurulurdum. xanım qarşı. Hamıya vurulurdum. Ha, mən dəhşətəm. Qan söhbətlər. Ha, mən sevirdim. Elə ki, məndə sevgi dəhşət olub. Elə indi də sevirəm. Aha. Dəhşət sevgilər var məndə. Bu da Allahın sevgisidir. Mən Bəli. o enerji, bu sevgi, bu enerjini sevgi qoyurlar da adın. Bəli, bəli, bəli. Ola bilər sevgi yox, yəni bizim eşq deyək. Bəli. Eşq. Yəni ki, yeməyi də eşqinə yeyirəm mən. Hə. Yaxşı yemək olanda belə bir insan ola bilsin belə kasıbın evindədir, amma mənə çox dadlı gəlir. Orada da bir eşq əmələ gəlir. İndi hamı sevgi deyir, sevgi deyir, bir qız bir oğlan biraz korlanır. Bu enerjidir. Bu enerjidir Bəli, mən məndə. də elə hiss edirəm. Bu enerjidir bu. Bəlkə də sevgi indi qoyublar da, ad qoyublar da, enerjidir. Məsələn, Allaha qarşı böyük bir sevgi, məhəbbət, bu da enerjidir. Bu məndə bu sevgi deyil, məndə enerjidir. Enerjidir, bəli, Enerji. bəli. Hər şeyin bir adı olmalı. Ona görə Tamra xanıma demişəm ki, səni mənə Allah göndərib köməkçi. Həm qəzəllətimdə kömək elədi, həm yeməyimdə, həm içməyimdə, həm nazımda. Çox qəribədir. Tamra xanımla vuruşub çıxırdım çölə, gedirdim toya ya bir yerə, konsertə. Elə bir oxumaq oxurdum ki, Aha. heç onun qabağında, yəni özümə məxsus da. Əlbəttə. Mən tərifim nə oldu, nə oxurdun. Amma yəni özümdən razı olub gəlirdim. Bütün enerjinizi, hirsinizi Çox orada. qəribə bir şeydir. Deyirəm, bu nədir? Mən bunun qəlbinə dəydim, bununla vuruşdum. Dedim, mənim işim avam oldu. Vuruşub çıxanda mənim işim avam oldu. Ha, bu qəribə bir şeylər var. Allah haqqı. Alimən. Hə, özüm var. İndi də mənə deyir ki, bu eləmə, bu eləmə deyirəm ki, bərbax. Mən də artıq yaşdaşmışam. İndi də sən mənə daha dərs keçmə. Amma baxma, əlin çomağı, o da çomağı əlindən qoyur, mən də. İndiyə qədər vuruşuruq. Amma bunun bəhrəsini də görürsünüz. Amma nəyin vuruşmağıdır? Mən bilmirəm niyə vuruşur mənlə və mən bilmirəm ona niyə vuruşuram. Amma vuruşuruq. Amma bu vuruşmaq da elə mənə elə gəlir ki, bilirsən nədir? O da eşqdir. Akkumulyator zərətqə almasa, akkumulyatorluqdan düşər. O bizim vuruşmağımız, dəcəlliyimiz, nə bilim, cavan vaxtında, qoca vaxtında, onlar hamısı bir enerjiyə dönür. Həyatda bizi Bir xidmət olur. ayaq üstə saxlayır, mənə elə gəlir. Bəli. Allah bütün O ailələri da hər xoş olsun uğurlu etsin. kişinin arxasında bir qadın var Mən səndən cümləsinin gerçəklik payı var. olmalıdır və qadın doğrudan da bizim anamız, bacımız və istədiyimizdir, nəvəmizdir. Ona görə qadınlar bacarıqlı, bacarıqsız olsa da həmişə onu biz gözümüzün üstündə və həmişə də bacarıqlı saymarıq. Bax, indi bu sözü dedikdə Ali müəllim ki, hər uğurlu kişinin arxasında bir qadın var. Bax, bunu sizcə qadın deyib yoxsa kişi deyib? Bax, bu cümlənin müəllifi sizcə kimdir? Çünki kişi desə təşəkkür var məğzdə. Qadın desə ironiya var ki, mən eləmişəm hamısını. Sizcə kimdir bu cümlənin müəllifi? Qadın yoxsa kişi? Mən belə fikirləşirəm ki, bu kişi deyə bilər. Yəni təşəkkür var işin içində. Kişi deyə bilər, yəqin ki, kişi deyib. Mən bilmirəm kim deyib. Amma kim deyirsə yaxşı deyib. Siz müsahibələrinizdə də demisiniz, indi də demisiniz. Dediniz ki, Tamila xanım çox gözəl xanım idi, gənc qız idi və çox yaxşı oxuyurdu. Mən də cılız bir oğlan idim, kasıb uşağı idim, 2 alırdım. Mənə maraqlıdır ki, bax Tamila xanımı da qaçırtmısınız. Bu sizdə nədir? Bax, bu cəsarətin formulu. Bu
özünə inandı. Bu özünü ən yaxşısına, ən gözəl qıza layiq bilmədi. Ya bu uşaq cəsarətidir, hansı ki ömür boyu elə gərəyimiz olan uşaq cəsarətidir. Bax bu formulu nədir? O mən bir dənə söz deyim də. Nəyinizə güvəndiniz? Sinifinə Burada gözəl cəsarət qızını yox. Burada qaçdınız. cəsarət yoxdur. Nədir bəs? Sevgi nə? Bax, Ən yaxşısına layiq Demişəm bilmək. də onu. Qoy bir də dinlə nə olacaq ki? Demək atam, anam bizim bir xanım vardı, Gülzar xanım, Allah ruhunu şad eləsin, üçü də rəhmət Rəhmət eylesin. eləsin. Onu çağırdılar ki, mənə öyüd versin ki, bu tamiləni alma. Tamilərdən uzaq dur. Bunlar eşitmişdilər təxmini. Əskər getməmişdən mən artıq hiss edirdilər ki, nəsə Sevgi var. xanımın dayıdan düşürəm, nə bilim nəsə Aha. belə falan. Onlar hiss eləmişlər, mənə çağırdılar evə ki, onlar biraz Bakılıdılar, onlar biraz biz kətçiyik, onlar bahar adamdılar, biz beləyik, beləyik. Mən dedim ki, ay yox, nədən işte çağırdıq, bitdi. Sevirəm. Hə, ayrılıram, bitdi. Yox, ayrılan da Getməyəcəm. nə birləşməmişdik ki. Hə. Xəyalımda gəzdirirdim də özüm üçün. Heç evlənmək haqqında heç fikirləşmirdim. Allah haqqı, elçi gedir. Yox, elə şeylər yoxdur. Nə elçi, nə iş var, nə pul var, nə öy var, nə eşi var. Hə, belə, hə, yaxşı, çıxardarım yadımdan da belə. Elə həmən günü gəldim, oturdum poçtun qabağında. Belə oturmuşam da belə, cübümdə 5 manat yox. Aha. İş yox, güz yox, oturmuşam. Gördüm o da yavaş-yavaş gedir. Bir kilometr aşağıda ayrılar oldular. Onlar. Batısı gələ gəlmişlər, gedirdi ora. Getdim onu yavaş-yavaş darlayacağım. Sonra mesela bir saxladım da, o da yandı. Mən o saxlayaməzdim. Çünki o məndən güclü idi. Həqiqi deyirəm, mənə bir dənə şillə vursaydı, mən sən başımı sirkələnərdim. Həqiqi deyirəm. Necə yandı? Belə yanına dedim ki, bəs belə falan, belə. Bu da şey, gördüm ki, bu qoşulub gedir. Böyle içimdə bir şey oldu ki, ay Allah. Ya sevdiyinizi dediniz orada, etiraf elədiniz. Sevdiyim vallahi sevgin bilməm, nətər deyərəm. Mən onda çıxıl uşaqdım. Mən sevgi nətər deyərəm. Mən savadsız bir adamam. Orada sevgi nətər olardı. Nəysə beləşə bir şey gördüm ki, bu razılaşıb gedir mənə. Allahu Ekber. Dedim, ay mən dedim ki, ay bala, nə yerimiz var, nə yurdumuz var, nə maşın var, nə pul var. Bu soruya saxlayaq da belə Dönə də bilmirsiniz fikrinizdə. yəni daha söz çıxıb ağzımdan. Ki qaçırdıram səni. Qaçırdıram, nəyə qaçırdım? Bu zorlama qaçırdıram. Dayanmış ikisi o da mənəm. Gəlir cüt gedirsiz. Qaçırma var burada, qaçırma deyil, aparmaq var. Hə, nəysə utandım demək ki, abala saxlayaq bu söhbəti soruya. Obşum indi yavaş-yavaş gəlirik məktəbə tərəf. Piyada. Ucu saat 10, 11, 12 ucu gecdi. Buradan evlərindən çıxırlar bunu axtarmağa. Ki Tamra xanım gəlməyib, uşaq gəlməyib, nə olub, nə edib. Anası da maşallah çox belə mərd qadın idi. Yəni bu da deyir ki, qorxdum mən. Bilməsin nə qorxdun, öyle bir şeylə yeyəcədin də sən də. Qorxmaq adam ərə gedir, istəmədiyinə. Deyir də, hə. Nəysə, indi gətirmişəm, deyirəm, hə, deyəm burada. Hə, nə deyəm, maşın yox. Adam qaçırdığında da gelir qardaşına deyir, əmsi oğluna deyir, gətirin orada maşını dayanın, bunu qoyaq, aparaq. Heç nə yoxdur ya, mən ağlıma birdən gəlir. Bax, bütün hindişə həyatım var ya mən. Hindiyəcən ağlıma nə gəlib onu eləmişəm. Bax, hindiyə qədər, uşaqlıqdan indiyə qədər nə olubsa, ağlıma nə gəlibsə onu eləmişəm. İnanırsan? Cəsarətdir də. Heç nə fikir. Orada nə cəsarət var? Cəsarət deyil, geçin iki qardaşlar var, sağzadırlar, məni təpinin altına döyəcəklər. Cahil cəsarət yaxşı. Yox, heç nə deyil o. Nə bilim? Qorxmurdunuz ay Alim müəllim. Ay qorxurdum, heç kimi qorxurdum, heç qorxmurdum. Prosta mən belə də, bütün bu riskləri hamısını qorxulu idi mənim üçün və əzab idi mənim üçün, amma eləyirdim. Bu xarakter orada öz Çox maraqlı bir şeydir. Elə mən özümə də mətər qalıb. Nəysə dedim, gəl deyəm burada. O uzun məsələdir. Dedim, nəysə. Bax, beləncə bir həyat qurduq. Çox şükür. Bu nağıldır. Film qabaqdadır, nə? Pərvizdən xahiş edəcəm. Heç olmasa beləncə videolarına bizi bir belə yalancı bir film çəksin. Çox filmə oxşar bir şeydir. Belə doğrudan möcüzəli bir filmdir. Nəysə talih düz qoş elədi və siz evləndiniz.
Hə də götürdüm, apardım belə. Çox şükür. Bəs Ali müəllim, sizin həyatınızda belə deyək, Həlimə xanım, Həlimə xanımdır da. Qaynanam. Qaynananız Həlimə xanım Siyavuş Aslanla Aslan. qohum olub deyə sizi ilk ustad yanına o aparır. Rəhmətli Vasif Adgözəlova dedi, Siyavuş deyib. O dedi deyən özün yandırım, nöt götürüb gəlib, elə bir cəsarətlə, hə, deyib ki, bax bu nötü gətirmişəm. Elə tökəcəm başıma, yandıracam burada. Öyün də yanacaq, eşitsən də yanacaqsan. Həlimə xanım deyir. Hə, o da götürüb zəng edib ki, ay, mənim xalam gəlib, özün yandırır. Ay, niyə? Kürəkəni deyir, Azərbaycanda oxumalıdır. Deyib, deyən yandırmasın, gəlsin. Qadının hikməti. Hə. Həlimə xanım reallığı Hələ o var. niyə görə gəlib? Gördüm, mən qaldım avara. Aha. Fəhlə işlədim, alınmadı. Nə bilim, nasosnik işlədim, nə elədim, nə ilə şofer işlədim, sürücü işlədim, nə xazəyin maşını, yük maşını. Axırda hər şeyi qoyum kənara. Heç nə işləmirəm. Bir dənə uşaqdır gəlib deyəsən dünyaya, Fərqana gəlmişdi deyəsən. Görüb ki, bu uşaq qaldı avara. Aha. O da gedib deyib ki, bu görüb orada sınasın özünü. Allah ruhu şad Ölənlərin olsun. ruhu şad olsun. Həlimə xanım reallığı var sizin həyatınızdakı, sizin yaradıcılığınızın Bir də başlanğıcı. söz deyim, heç kim fəxr eləməsin. Bu Allahın göndərdiyi səbəbkarlardır. Mən də bir xeyli səbəbkar olmuşam həyatımda və mənim Bu də necəsə həyatımda olmalıydı. və mənim də həyatımda çox səbəbkarlar var, indi də var. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin, ruzi bərəkət versin. Mənim həyatımda bu dəqiqə, indi bu yaşa gələnə qədər o qədər səbəbkarlar var ki, və mən də heç saymadan yadımdan hamısı çıxıb, mənim də o qədər səbəbkarlığım var ki, bacardığım qədər, maddi və mənəvi. Və bu səbəbkarların Allah o dünyada əvəzini versin inşallah, Amin. xeyirli əvəzlərini versin. Amma sualım belədir ki, bəli, bu səbəbkarlar var. Məsəl üçün Həlimə xanım reallığı var, Tamila xanımın bugünkü Siyavuş reallığı Aslanın var. səbəbkarı. Qadınları sizin ailədəki qadınlar deyirəm. Fərqanə xanımla da Fərqanə xanımın da illərdir səbəbkarlığı ki, var. çiyin-çiyinə səhnədəsiz. Onun da çox səbəbkarlığı var. Onda belə onu İndi bu halda oturmağıma Fərqananın çox Fərqananın da gələ o da səbəbkar oldu. O da Allah yaratdı, o da Allah elədi. onda bu sizə elə gəlmirmi ki, təsadüf deyil. Alim Qasımov yaradıcılığı ailəsindəki xanımların enerjisindən ciddi şəkildə bəslənir. 10-15 dənə xanım var ailədə. Yox, əsas sizin rolu olan. Bunu demək olar ki, bu təsadüf deyil. Sizin yaradıcılığınız həyatınızdakı olan xanımların enerjisindən bəslənir. Demək olar bunu? Deyil. Yox, siz deyirsiniz ya yox. Çünki Mən deyirəm, çünki mən xanımların mən tərəfindəyəm. sənə razılaşıram ki, düzdür. O xanımlar məni həmişə qoruyub və aldığım enerjidə onlardan və onların tərəfində, onların yanında olub həmişə. Allah canlarını sağ Amin. eləsin, ölənlərə Amin. rəhmət. Buradan da Hətta balaca sevgilərimi bir göndərirəm. qızım Dilruba. Çünki bu düzü sənətlə məşğul deyil, amma mən hamısına məsləhətləşirəm. Filarmoniyada konsertə bir proqram hazırlamışdım. Sonra o mahnıların içində bir dənə balaca qızım dedi ki, ay dədə bunu eləmə. Bunu oxuma. Çox düşündüm. Doğrudan da onu çıxartdım, başqa bir mahnı qoydum. Onlarda da o görmə, hiss etmə qabiliyyəti var. Gəncdilər istər-istəməz. Oğlumda da, balaca qızımda da, xanımımda da. Məsələn, bir sənətkara qulaq asarlar, qiymət verərlər və görərsən ki, onlar birinci yerə çıxdılar. Zövqləri var yəni. eşq. Ay Alim müəllim, Alim müəllimin evində doğulublar yəni. O bir ali bir istedaddır. O məndə yoxdur. Genetikdir. Bir istedaddır bu. Bu istedaddır. Və həm xaricdə olsaydılar, onlar özləri bir şirkət açıb milyoner Genetikdir yəni. olardılar. Alim müəllim, belə bir nüans olmuşdu. Təyyar bəylə olan hadisə. Təyyar bəylə olan hadisəni insanlar iki yerə bölündülər o vaxt. Bəziləri dedi ki, Alim müəllim sabotaj elədi. Ora Təyyar müəllimin meydançası idi cənab prezidentin önündə. Bəziləri də dedilər ki, əslində Alim müəllim Təyyar bəyi xilas elədi. Çünki Təyyar bəy, bunu mən demirəm, izləyicilər deyil, mənim həddimə də deyil Təyyar bəyin yaradıcılığını sorğulamaq. Sizcə reallıq hansıdır? Ora getməyək. Çünki Təyyar müəllimi də buradan salamlayıram və tamaşaçıları da salamlayıram və
O söhbət edənləri də salamlayıram. Hı. Burada Təyyar müəllim cavandır, səsi də var, gözəldir. Gözəl də muğamlar oxuyur, təsniflər, mahnılar oxuyur. Burada mən özümü çox da anladım. Birinci mənim səsim heç orada yerində deyildi. Çox xəstə, heç danışa da bilmirdim. Orada bir mövzu uzandı. Yəni ki, orada bir balaca bir yumurlu bir çıxış olmalıdır. Gördüm ki, uzandı. Biraz da özümdən asılı deyil də mənim. Bu qadın mən deyirəm Təb ki, gəldi. təb deyil. O bir nə bilim nə idi. Mən özümü danlayıram, səhər lazımdır o. Aha. Orada ay azdı, ay getdi. Onunla deyildi. Kişi kimi oxuyurdu. Amma mən prosta biraz uzandığına görə içimdə bir nəsə oldu. Mən qalxdım ayağa. Qalxdım dedim ki, beləncə. Amma çox da maraqlı da alındı, xoşlarına da gəldi. Amma orada heç bir kiminsə səsini kəsim, kiməsə xoşum gəlməsin, eləncə bir hadisə olmuyor. Orada olan hadisəni mən gördüm də. Təsadüf olan bir şeydi. Bir proqramlaşdırırsaydılar ki, hə burada kim oxuyacaq ki, əlbəttə mən orada yağın ki, içimdən bir şey gəlib durmazdı ayağa. O proqramsız bir şeydi. Tarkamaça başladılar, dedilər, bəs bu çalır, nədə gəl çala, oxuyaq. Belə bir şey, mən də oradan bir balaca bir içimdən gəldi. O mən aslında mən özüm sonra özümü o qədər danlamışam ki, səhər lazım bu oturmuşsan oturduğun yerdə belə falan. Onda təsadüf. Təb gələn Mənim işlərim hamısı təsadüfdür. Hə? Hamısı təsadüfdür. Belə yaşamalıyıq məncə ay alim müəllim. Yox. Amma indi bir dənə iş var da. Bilirsiniz necədir? Məncə hər şey qəlbdən gəldiyi zaman, məsələn sizdə hər şey qəlbdən gəlib deyə. İşdən gələn şeylərin, daxildən gələn şeylərin müdafiəçisi Allah Taala olur. Bəli. Bax, bir dəfə Heydər Əliyev sarayında konsert idi. Böyle yaxşı da çıxış eləmişdik. Bütün artistlər orada idi. Və rəhmətli Heydər Əliyev də gəldi bizi təbrik eləməyə. Biz də Zeynəb Xanlarova, Allah can sağlığı versin. Bütün biz biraz qabaqdayıq da. Kişi yaxınlaşana qədər yaxınlaşandıqca gördüm buradan bir adam çıxdı. Buradan. Aha. Mən qaldım arkada. Böyle hissləndim, nervləndim. Aha. Belə elədim. Çıxıb getdim görüşmədən. Aha. Gedəndə Zeynəb xanım məni çağırdı. Çağıranda bir yandım. Ki geçsəm biraz pis çıxır. Hamı eşitdi. Heydər Əliyev eşitdi. Döndüm gəldim. Rəhmətli gəldi mənə tərəfə. O düz deyir, mənə deyir. O düz deyir. Kişi kişiyle öpüşməz. Gəl biz öpüşək. Yəni bunu kim qurdu? Bunu mən qurmadım. Bunu mən hisslərim getmişdim. Bu kişi cavanlara ki, abla mənim üstümdən hərəkət etsə mən dayanmışam, ağsaqqalam. Səhər növbə çatacaq, belə falan. Yəni belə hadisələr bizə nə qədər olur? Mən özümü soxuşdura bilmirəm vallahi. Elə dayanıram, deyirəm qismət varsa gəlib görüşəcək, görüşməsin. Allah işlərini onun əsində çox görüşmüşük. Ona görə beləçinə hadisələr çox olur. Hamısını danışmıram. Başınızı ağrıtmayım. Yəni belə hadisələr çox olub və işdən gələn, düşünərəkdən yox. İşdən gələn bir şeyləri hamısını Allah Taala nizama qoyub. Amma düşünüb eləsəydim, mənə gəlir ki, mən işlədim, bəlkə türmədəydim. Hətta, bəli, işin içinə məncə də beyin girəndə qəlb, mən də həyatımı bu şəkildə yaşayıram alim müəllim. Çünki niyə? Nə həmişə şünas, nə? Hər şey şünas. Hər şey şünaslar. Bəlkə mən də məni də yoxlayarsan, məndən də çıxarsa, mən də olum hər şey şünas. Mən bütün qonaqlarım hər şey şünasdır alim müəllim. Bəli, hər şeylə maraqlanan, hər şey şünas, yoxsa uğurlu olmazlar. Mən oldum hər şey şünas. Mən bu verilişi, bu podkast başlamamışdan qabaq hər şey şünas, yəni biz qərar verdik ki, adı hər şey şünas olsun. İndi bir şey öyrənmişəm qonaqlarımdan. Mənim qonaqlarımın bir ortaq nöqtəsi var. Bunu mən podkastın sonunda anlayıram ki, hər biri hər şey şünas olurlar. O qədər fərqli istiqamətlərdə özünü inkişaf elətdirirlər, öz üzərlərində işləyirlər ki, həqiqətən də hər şey şünaslıq məncə bir nemətdir. Bu arada dostlar, mən alim müəllimlə verilişə hazırlaşanda özümdən bəzi xarakterlər gördüm ki, alim müəllim çox çalışqandır. Yəni bu
fərqli bir miqyasda çalışqanlıqdır alim müəllim. Wikipediyaya yazdım ki, alim müəllim 14 avqustda doğulub. Bu gün indi verilişə gələndə deyirəm ki, alim müəllim siz şir bürcüsüz, mən də şir bürcüyəm. Amma deyir ki, məni səhv yazdırıblar. Dostlarımızla araşdırdıq ki, alim müəllim əkizlər Əkiz bürcüyüm. bürcüyəm, bəli. Çünki taxıl yığılanda Bəli, doğulmusunuz. bəli, bəli. Taxıl biçinindən anadan olmuşam. Dünyaya gətirib mən anam. Onda mən indi əkiz bürcüyəm. Siz Bir indi- xeyli şir bürcündə yaşamışam. Hə, amma İndi düşürəm əksiz əkizə. edirsiniz. Amma alim müəllim deyirsiniz, içimdə bəzən özümü danlayıram. O 100% əkizlərdədir. Yəni Ha, yox, məndən başqa məndə bir dənə nəsə var. hə, Həqiqi deyirəm. danışır, dava eləyir. Özüm onu da deyirəm, ay sənə lazımdır. Niyə belə elədin arkadaş? Sənin işin yaxşı olardı. Çox qəribə. Allah haqqı. Daima bir dialoq, Yox, daima mən bir böyürəm. dialoq. Vallahi mən böyürəm. Bax o aləmə ki gedirik o işlər. Sonra özümə baxıram. Deyirəm, ay sən nə qarsan? Sən özümə mən tamaşaçı kimi başlayıram baxmağa. O sənət aləmində mən deyirəm. 100% əkizlərsiniz. Hə, o sənət aləmində mən deyirəm. Alim müəllim, insanlar yaşa dolanda kamilləşir və ağsaqqal ağbirçək olur və digər gənclər də hörmət edirlər, tərbiyələrindən gələn bir şeydir. Bəs indi ağsaqqal, ağbirçək saydığımız elə adamlar varmı ki, Alim Qasımov gənc olanda mane olublar? Yollarına çıxıblar, mane olublar. Allah rəhmət etsin onlara. Necə mane olurdular ay Alim müəllim? O qeybət olmur o. Yox, qeybət olmayacaq, yaxşı olacaq. O demişəm onu mən. Hə, nətər eləyir? Necə mane olurdular sizə? Yəni bax mən onu heyfsilənəm, ona görə danışıram. Və rəhmətli Hacı Məmmədov Tarçalan, yəni Azərbaycanın Allah rəhmət eləsin. bir nömrəli Tarçalanı. Allah rəhmət eləsin. Sənətdə ilk addım məni çıxartdı televizora. Və televizorda sənətdə ilk addım vardı. Çahargah dəstgahı oxuduq. Trio, Elman Bədəlov, rəhmətli Hacı Məmmədov, Alim Qasımov. Oxuduq. Demək, ən axırında Mənsuriyyə yerində Hacı Məmmədovun zəng simi qırıldı. Televiziya Yarım canlı. saat canlı. Hı, Yarım saat, yox canlı yazdılar, Yazdılar, buraxırdılar. çəkiliş vaxtı. Demək, çəkiliş vaxtı. Demək, sim qırıldı, sim düşdü pərdənin üstünə dırr saxladı. Bax, böyle ki, neyniyək? Mən də o vaxtı dəstgahı ilə mahnı kimi oxuyurdum. Bir mahnı necə oxuyulmurlar, indi görürəm zülm çəkirlər. Onlar çəkir mahnıda zülmdəki, mən onu dəstgahda çəkirdim. Dedim, mən oxuyaqda yenə belə baxdı elə. Təzədən başladıq onu oxuduq. Çünki o vaxt elə mahnı kimi oxuyurdum da. Çünki orada qıraq-bacağa çox getmirdim. Çünki getmirdim də elə bacardığım o idi. Öyrəndiyimi oxuyurdum. Oxudum, sənətdə ilk addım o kommunist qəzeti yazdı, təşəkkürlər. Televiziyaya çoxlu böyük məktublar gəliblər ki, bunun təkrarını istəyirik. Yazdılar 6-cı gün sənətdə ilk addım təkrar Alim Qasımov. 5-ci gün idi ya, 5-ci gün mənə tapdılar ki, o lent pozulub, gəl təzədən oxu. Ay insafsız. Adam onu, Hacı Məmmədov, Elman Bədəlov, onu pozar. Eşitdim, bizim böyük sənətkarımız telestudiyanın rəhbərlə dostuymuş. Deyib, onu rəddir oradan. Sonra gəldik, orta mahır oxuduq. O tamaşaçıların məktubuna görə. Orta mahırı gənə həmən ifada oxuduq. Sonra bir də eşitdim ki, orta mahırda pozublar. Allah'ımıza. Aman. Sonra Mübariz Tağıyev musiqişünasda işləyirdi orada. Musiqi redaksiyasının böyüyüydü. O mənim dostuma dedi, desene mən də orada dedim deyəsəm. Deyir ki, mənə bir gün Astafenin böyüyü yağın dəyişibmiş də. Astafenin böyüyü çağırdı ki, gəl bəri, gəldim deyir. Əlində böyük bir ispisok vardı. Göstərdi mənə. Görürsən bunu. Hamısı yazıb ki, bu aləmi televizora çıxartma və bu cinayətdir, nədir. Deyir, görürsən bizim xalqımızı. Deyirlər, orada mənim yanımda cırdı, tulladı. Yəni ki, bu Allahdan gələn haqq, ədalət, nazilər üzülməz. Ona görə heç mən o adamlara heç fikir də verməmişəm və elə öz Allaha sığınıb
öz yolumu getmişəm hər bir cəhətdən. Ona görə də yəqin ki, hər bir sahədə bu var. Hər bir sahədə bu qısqanclıq Olub, olacaq. Bəli. olacaq və bəlkə də elə insanı hərəkətə gətirən bəlkə o Bəlkə də, enerjidir. motivasiya Olar verən deyə, olur ay bəlkə sağ ol, də. hə, bax beləncə şeylər olur. Son iki sualım qalıb Ali müəllim. Fərqanə xanım son dövrlər ictimai mövqeyini çox cəsarətlə bildirir. Bəyəndiyi şeyləri bildirir, bəyənmədiyi nüansları bildirir. Mən düşünürəm ki, bəzən bizim sənətkarlarımız ictimaiyyətdə baş verən heç nəyə qarışmırlar. Mən bunu dəstəkləmirəm. Çünki siz danışmalısınız ki, digər kimlərsə varsa cəsarətlənməsin. Musiqidən söhbət gedir. Amma Fərqanə xanım ictimai mövqeyini də bildirir. Amma bu insanlar arasında bir ikiləşmə yaratdı. Bir mənalı da bəziləri qarşılamadı. Fərqanə xanımın bu qədər cəsarətli ictimai mövqeyini bildirməyinə sizin münasibətiniz necədir? Çünki mən ki o xasiyyətdə olmadığıma məsələn dedim ki, naxaq eləmisən və Fərqanəyə mən həmişə belə bir elə özüm üçün bir örnək, özüm üçün bir ağ bir çək və təmkinli bir xanım kimi baxıram ona. O da Allahın bizim aliyə, mənə verdiyi bir töhfədir və o da izah elədi ki, mən orada heç bir söz-söhbətlə bağlı olaraq demədim, sadəcə bir öz fikrimi bildirdim. Yəni ona görə heç o qalmaqalım kim nə deyir, kim nə demir, mən heç onlarla maraqlanmadım, heç bir fikir də vermədim. Amma əlbəttə bizim cəmiyyət o tənqidə hazır deyil. Amma halbuki bu tənqid onun özü üçün və xalqımız üçün və gələcək nəsil üçün və gənclər üçün lazımlı bir şeydir. Tənqidsiz millət ucala bilməz. Çünki abala sən bunu belə etsən daha yaxşıdır. Bu düz deyil. Bunu hamımız deməliyik. Amma bizim tərəfimizdə, bizim indiki zamanda məsələn mən durum deyim bir uşağa ki, ay bala sən niyə belə elədin, niyə belə elədin? Onu qəbul eləməyəcək. Atası gələcək, anası gələcək, əmisi tanış tapacaq, abala sən nə iş ödə ayağını qoy, işin görürsün. Bizdə bu cəmiyyət bu cür olduğuna görə mən axtarıram onun bir yaxşı cəhətinə qulaq asım, o pisdə çıxsın yadımdan. Ona görə məndə o şey biraz çətin məsələdir o demək. Amma Fərqanə xanım sağ olsun, mən də ona təşəkkür edirəm ki, o biri var qısqanclıq eləsin, biri var paxıllıq eləsin, o desin. Onda deyirlər, hə bu nəsə bunun içində bir şey var. Amma Fərqanədə o nə orada yoxdur. o qısqanclıq var, nə ona paxıllıq var. Bu fəqət mənə cəmiyyətə görə, bir xalqımıza görə bir söz dedi. Və inşallah o rahat başa düşüldü. Mənə gəlir ki, heç bir burada bir paxıllıq, düşmənçilik olmaz inşallah. Olmadı. Nigar xanım da elə məncə xanım deyil. Bəs alim müəllim, genetik faktoru nəzərə almasaq ki, hər bir musiqiçi Alim Qasımovun qızı olmur və muğamın beşiyinə doğulmur. Bu Allahdan gələn şansdır Fərqanə xanım üçün. Bəs genetik faktoru nəzərə almasaq, əgər Fərqanə Qasımova Alim Qasımovun qızı olmasaydı, sizcə ulduzu yenə bu qədər parıldayardı? Fərqanə xanım həm səsi, həm ağlı, həm zəhmətkeşliyi doğrudan da alim bəlkə də ona mane olub. Çünki bu sənət biraz azadlıq istəyir. Həm daxili, həm də cismani bir azadlıq istəyir və Fərqanə həmişə abrın həyasını saxlayıb və ürəyi o qədər şeylər, bəlkə hərəkətlər, ürəyi o qədər bəlkə şeylər istəyibsə, onu kontrolda saxlayıb. Və Fərqanə xanımın məsələn bir nəva oxuyub, doğrudan da indi bu dəqiqə Azərbaycanda o nəva muğamı demək olar ki, yoxdur və mən istəyirəm ki, o nəvanı mən hələ Fərqanə xanımdan öyrənim. Çünki o çox diqqətlə elə bir xana toxudu. Xana kimi öyrəndim. Təhsilini də aldı İranda. Hə?
İranda aldı təhsilini səhv etmirəmsə o. Yox, İranda təhsil almıyor Fərqana. Öyle kasetlərdən, Kasetlərdən. buradakı musiqi bilənlərdən bir tarsalan var, adı xatırlaya bilmədim. O çox gözəl muğam bildicisidir. O ilə bir yerdə müəyyən şey, o qədər gözəl bir xana toxudular ki, orada nəva muğamla. Yəni mən onu dönə-dönə qulaq asmışam və istəyirəm ki, onu hələ mən də öyrənəm. Və Fərqanın hamı səsi, istedadı, yəni özünə məxsus oxumaqları, yəni heç mən olsam da, olmasam da, olmasaydım da, olsaydım da artıq o daha şərəfli, daha yüksəyə qalxardı. Amma indi də Allaha şükür hansı pillədədirsə, yəni Allah hansı pilləyə qıyıbsa, axıra qədər salamat qıysın onu. İnşallah cəm bağları. Və bu da bir Allahın şansıdır, Allahın mənə verdiyi şansdır ki, mənim yanımda olub, mən səsdə hərdən sözümə baxıb, bir dəfə hələ Fransada belə elədim, gördüm burnumdan qan axır, konsertin ortalarıdır. Fikirləşdim ki, mənim də axırımda qan gəldi, nə oldu. Oxu-oxu dedim ki, qızım gəlsin, köməyinə, vədəsin, kömək eləsin. Xaricdə bilmir ki, mən nə deyirəm. Hə, dili başa düşmürlər. Muğamatda oxudum ki, gəlsin qızım. Fərqana deyir, mən ağzımda almağı deyirlər, çişləmişdim. Gördüm, mənə adı çağırırsa. Bir də gördüm, daran göydən gəldi, düşdü yanıma. Başladı oxumağı yola verdik. Yəni ki, bu da mənim bir şansımdır. Bir axır-axırda bir balaca yüngülbarı səsimdə problemlər var idi. Fərqanəyə görə, o ola bilsin ki, Fərqanə olmasaydı, mən dedim ki, xudahafiz, bəsimdir. Allah sənə şükür, min şükür. Amma Fərqanəyə görə, Fərqanə tək qalmasın deyə, ona görə qoşuldum. İndi Allah'a şükür, yavaş-yavaş səs də qalib gəlib. İndi vuruşuruq Fərqanə ilə əməli başda. Çox şükür, çox şükür. Amma Allah can sənətdə sağlığı versin. konsert gedə-gedə, o tədbir gedə-gedə, sənətdə heç vaxt o ola bilsin mənə hörmət eləyib. Amma sənətdə mən heç vaxt onu hörmət eləməmişim. Yəni o çıxış vaxtı. Çıxış zamanı mənim üçün orada heç kim bir sənətli, bir də mənəm. O sizi izləyib. O gələcək, gələ biləcək, gələ bilməyəcək, dalın gedəcək, getməyəcək, ya tarçalandı elə, çamançalandı, hamısı. Musiqiçilər mənimlə elə bir ringdədirlər. Mən onları özümə şey deyirəm, o vuruşurlar, nə deyirlər? Döyüşürsünüz, Rəqib. rəqibsiz. Onlar mənim üçün ringdə rəqibdir. Nə balam var, nə dostum var, nə tanışım. Fərqanə Qasımov olmaq da çətindir. Ringdəki rəqibin Alim Qasımov çox çətindir. Mən də elə o da deyir ki, ay bala sən mən dayanmışam yanında, sənin yanında kim dayana bilərdi? Deyim Allahın qismətidir. Allahın qisməti. Allah can sağlığı versin. Amin. Çox sağ olun Alim müəllim. Mənim əvvəl Alim müəllim, mənim 3 evladım var. Ay maşallah, ay maşallah. Artıq böyüyürlər və Allah onlar saxlasın. çox sağ olun bütün balalar. Onlar böyüdükcə mənim belə başa düşürəm ki, xəyallarım formalaşır. Onların gələcəkdə xeyir işləri ilə bağlı. Əvvəl belə 3-4 il əvvəl çox müasir düşünürdüm ki, mən oğluma, qızıma İtaliyada toy eləyəcəm. Sonra fikirləşdim, nə edəcəklər? Parmesan gəmirəcəklər İtaliyada. İndi getdikcə, yaş aldıqca köklərimə elə bil qayıdıram və milli mənəvi dəyərlərimizin əslində bizim xoşbəxt edən nəslələr olduğunu idrak edirəm. Maşallah. Və mənim bir arzum var ki, oğlumun, qızımın xeyir işində İnşallah. sizin çıxışınızın olmağıdır. Bu mənim ən böyük arzularımdan biridir və istəyirəm bu da düşsün ki, gələcəkdə İnşallah, inşallah. bu xatirəmiz olsun sizlə. İnşallah Allah qıysın, xeyirli Allah sizə can qohumlar sağlığı sizə qismət versin. eləsin, xeyirli insanlar Amin. sizə rast gəlsin, bir-birinizə başa düşənlər inşallah. Məmnuniyyətlə Amin. inşallah. Var olun. Çox sağ olun ki, Siz dəyərli sağ olun, vaxtınızı bizə valla. Mən ayırdınız. baxmayaraq nazla gəldim, amma indi Tamila xanım sağ olsun. çox razı gedirəm. Var Çünki olun. əhval-ruhiyyə və məni danışdırdınız və mənim də halım çox gözəl oldu və heç də yorulmadım. Var olun. Və Var çox şad olun oldum Alim ki, mən müəllim. buradayam. Var olun. Allah Sağ sizə olun. can sağlığı versin. 26 noyabr mən də
yoldaşımla orada İnşallah, olacağam. Sizi inşallah. dinləmək şərəfinə Yoldaşlar nail desə mənim olacağıq. böyrəyimə də fikir verir orada. Hə, inşallah. Siz həkimlərə işiniz düşməsin. Hər zaman sağlam olun Amin, və amin. Azərbaycan xalqına hər zaman bu kimi konsertlərdən töhfələrinizi verin. Amin, Çox sağ olun. amin. Var olun Alim müəllim. Sağ olun. Tamaşaçılar. Kim dinləyəcəksə bu verilişi mən də ona uğurlar arzulayıram. Dinləyənə də, dinləməyənə də xalqımız həmişə mənəviyyat dalıcan düşsün, mənəviyyatdan zövq alsın və hamının üzündə nur, bərəkət yağsın inşallah. Var olasınız. Sağ olun, sağ olun. Dostlar, siz isə rəylərinizi bildirməyi unutmursunuz. Çünki bizim əsas qazancımız sizin rəylərinizdir və aktiv olmağınızdır. Növbəti podkastlarda kimləri görmək istəyirsinizsə bizə bildirin. Növbəti verilişlərdə görüşərik.